Dəyərli dostlar, mənə bir video müraciət gəlib. 6 uşaq atası mənə video müraciət göndərir. O video müraciətdə deyir ki, ölkə prezidenti Qarabağ səfərində çox uşaqlı ailələrə, çox uşaqlı ailənin birinə bildirdi ki, siz nümunə olmalısınız. Ölkədə çox uşaqlı ailələr nümunə olmalıdır və əhalidə artım müşahidə olunmalıdır. Adam deyir ki, mənim 6 uşağım var. Mənim 6 uşağımın nə yeməyindən, nə içməyindən, necə o uşaqları saxlamağımdan heç bir vəzifəli şəxsin xəbəri yoxdur. Keçirirsiniz rayon icra hakimiyyəti başçıları səyyarı görüşlər, çəkdirirsiniz selfie şəkilləri, çəkdirirsiniz yalnız şəkil, yalnız şablon cümlələr, illah ki eyni formada qardaş. Cəllabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəllov. Cəllabad rayon Əsədli kənd sakini göndərib bu videonu. Birbaşa sizə müraciət edirəm buradan. Gedib o həmən ərazi nümayəndəliyində görüş keçirdəndə bu 6 uşağın qapısını döydünmü? Bildinmi bu uşaq nə yiyir? Danışıram, 1000 dənə zəng gəlir, ən dəyərli insanlar mənə zəng edir. Elnur müəllim, sən Allah danışma, axsaqqal adamdır, axsaçlı adamdır. Qardaş, mən necə müraciət edeyim buradan? Təmsil olunan deputatın adını yazın mənə. Hansı deputatdır? Elman Nəsirovdur, Malik Həsənovdur, Fəzali İbrahimlidir. Hansı deputatın dairəsindədirsə bu 6 uşaqlı ata, mən ona buradan heç nə deməyəcəm. Sadəcə deyəcəm ki, Allah sənə uzun ömürlər versin, Allah sənə can sağlığı versin ki, sənin də tayfonda, sənin də yaxınların birində belə bir əziyyət çəkən adam sənin qapını döysün ki, desin ki, mənim 6 uşağım acından ölür, ha kişi. Acından ölür. Sən necə deputatsan, sən necə icra başçısan ki, sənin ərazində, sənin kəndində 6 uşaq bayram keçirtməyib. Mən dəhşətə gəldim, videoya baxdım, dəhşətə gəldim. Baxaq, dəyərli dostlar, birlikdə görək bu 6 uşağın atası nə deyir, necə fəryad eləyir, birlikdə baxaq dostlar. Rızayev Zaur. Ben bu videonu çəkib Elnur Şükürova atıram. Bu videonu işıqlandırsın. Cənab Prezident deyirdiniz ki, çox uşaqlılar nümunə olmalıdır. Nümunənin də biri biz. 6 dənə uşağım var, 4'ü oğlandır. Səhər bunlar gələcəyi nəsgəridir. Bunların yeməyi ilə, içməyi ilə maraqlanan yoxdur. Cəllabadda baxan yoxdur. Bizə yəni baxan yoxdur. Xahiş eləyəm bu videonu